Salamlar və saygılar dəyərli bacı qardaşlarım. Çox yaxşı bilirəm ki, bugün siz hər zamandan daha çox ruhi, iqtisadi, siyasi, ictimai fişarlara məruz qalıbsınız. Və hamısından daha çox bugün o İran adlanan coğrafiyada İran molla rejimi 20 bindən çox günahsız insanı öldürübdür və insanları yasa və matəmə bürüdübdür. Biz də narahatıq. Hər bir günahsız ölüncə biz hep narahat oluruq. Dünən də, bugün də biz heç bir insanın, özellikle günahsız insanın ölməsini heç istəmirik. Sizə bir şey xatırlatmaq istəyirəm. Elə bu şəkildə, bu fəci şəkildə 21 Azər 1325-də Pəhləvi rejimi Güney Azərbaycan torpaqlarında, Təbrizdə, Qəzvində, Zəncanda, Ərdəbildə, Urmiyədə və tüm şəhərlərdə 20 bindən çox türkü elə bu acınacaqlı şəkildə öldürüb və türkləri matəmə məruz qoydu. Biz nə Pəhləvini unuduruq, nə bu mollanın zülmlərini unuduruq. Biz Güney Azərbaycanımız üçün, millətimiz üçün, vətənimiz üçün, azadlığımız üçün, istiqlalımız üçün meydana gələcəyik, meydanda olacağıq və son sözü biz deyəcəyik. Nə mutlu Türk'üm diyene. İstiklal, azadlıq, milli hükümet.